Salam aleykum, əziz qapmaz izləyiciləri. Deməli, ünvanımızda bir problemdən də danışım. Biz bunu özümüz ölçüyə gələndə öz satışlarımızda həmişə müştəriyə deyirik, ustalara izah edirik. Burada isə kafel artıq vurulub, düzgün vurulmayıb. Bu kəsişmə xalça ilə metlaxın keramogranitin kəsişməsi, qapının altına düşməsi üçün bu belə olmalı idi. Amma ki, bura kimi gətirmişdilər. Bizdə sonradan belə bir problemlər olmağını istəmirsinizsə, indi usta gəlib, kəsib, çıxardıb. Ona görə bu məsələlərə fikir verin ki, belə problem yaşamayasınız. Həm ev batmasın, həm artıq iş çıxmasın, əziyyət olmasın, iş yuvanmasın, uzanmasın. O şeyə diqqət edin, qapı ustaları ilə, qapını aldığınız yerlə bu şeyi mütləq dəqiqləşdirin. Yəni, biz bu şeylərə fikir veririk. Bu incəliklər, bu qapı işinin incəlikləridir. Xırda-xırda inşallah gələcəyinə belə məqamlara toxunacaq videolarımızda, sizləri də agah edəcək bu işlərdən.